Ötən gün Nəsimi rayonunda piyadanın ağır xəsarət almasıyla nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə yerində olarkən şahidlərdən öyrəndik ki, yolu keçmək istəyən qadını avtomobil vurub. Həmin avtomobilin sürücüsünün də xanım olduğu bildirilir. Dünən saat 22:00 radələrində Neftçilər prospektinin Crescent Mall ticarət mərkəzindən keçən hissəsində minik avtomobili piyadanı vurub. Bizə verilən məlumata görə 37 yaşlı qadın ticarət mərkəzinə getmək istəyərkən, yolu keçərkən bu bədbəxt hadisə baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, dünən axşam saat 22:00 radələrində Səbail rayonu Dəniz Vağzalının yerləşdiyi ərazidən çağırış qeydə alınıb. Çağırış ünvanına Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü qadın müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Pasiyentə epidural qansızma diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Kliniki Tibbi Mərkəzə yerləşdirilən pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir. Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, faktla bağlı araşdırma aparılır. Qurum piyada və sürücüləri xüsusilə günün qaranlıq vaxtlarında hərəkətin intensiv olduğu ərazilərdə daha da diqqətli olmağa çağırır. Aytən Fehruz Namiq Hüseyev, Xəzər xəbər.